Salam, bu videoda 6-cı sualımızın izahına baxacağıq. Sualın izahına keçməmişdən əvvəl sizdən xahişim odur ki, kanala abunə olub like atarsınız. Təbii ki, bu video sizin üçün uyğun olarsa. Sualın şərtində ölkəni müəyyənləşdirib, daha sonra onun üçün yanlış fikirləri müəyyənləşdirəcəyik. İzaha keçək. Mineral xammal hasilatına görə dünyada ilk 5 ölkədən biridir. Faydalı qazıntı hasilatına görə faydalı qazıntı hasilatı daha doğrusu ölkənin 1/3-ni verir. Yəni gəlirlərin 1/3-ni verir və müşahidə edilən maksimal temperaturun Farenheit qiyməti müsbət 127.4 Farenheitdir. İlk 2 dənəsi 9-cu sinifdə bu verilib. Yəni bunları bilməsək də müəyyənləşdirmək biraz çətin olsa da, amma Farenheiti burada verildiyi üçün bunu temperatura çevirmək rahat olar və bunun temperaturun Farenheitin temperatura çevirilmə qaydasının izahın kanalında vermişəm. Əgər çətinlik yaranırsa, keçib izləyə bilərsiniz. Demək ki, söhbət Avstraliyadan gedir. Avstraliya üçün yanlış fikirləri müəyyənləşdirəcək və burada temperatur müsbət 52,8 dərəcə Darling çayının orta axını veriləcək. Yəni, bunu Farenheiti temperatura çevirdikdə bu temperaturu alacaq. İndi yanlış fikirləri müəyyənləşdirək Avstraliya üçün. Kuba ilə oxşar cəhəti zəngin nikel ehtiyatına malik olmasıdır. Kubada bilirik ki, Kanada, Kuba bunlar bilir ki, nikel ehtiyatı zəngindir. Amma belə bir şey də var ki, yəni bu 9-cu sinifdə də qeyd olunur ki, dəmir filizi, kömür, nikel ehtiyatı böyük miqdarda çıxarılır. Yəni demək ki, nikel ehtiyatı da burada var. Yəni tək Kuba, Kanadanı biz öyrənmirik. Eyni zamanda Avstraliyanı da ora daxil edə bilərik. Yəni bu qeyd olunub, bunlara diqqət etmək lazımdır. Biri bir oxşar cəhətidir, doğrudur, amma yanlış istəyir, götürmürük. 2-yə baxaq. Afrika materiki ilə fərqli cəhəti Baykal qırşığına aid olan ərazilərin mövcud olmasıdır. Afrika ilə belə deyək, Avstraliyanın oxşar cəhəti hər ikisində Baykal var. Amma burada deyir ki, fərqli cəhəti Baykal qırşığına aid olan ərazilərin mövcud olmasıdır. Yəni deyir ki, birində Baykal qırşığı var, digərində yoxdur. Xeyr, bu yanlış fikirdir. Çünki Baykal qırşığı, yəni Avstraliyada da var, həm də Afrikada da var. Bu ona görə səhvdir. Yəni ikini götürürük. Üçə baxaq. Deməli, Leftis Maqna şəhərinin qalıqların yerləşdiyi ölkə ilə oxşar cəhəti 2 işıqlanma qurşağında yerləşməsidir. Bu 11-ci sinif dərsliyindədir və Leftis Maqna Liviyadadır. Liviyanın da Avstraliyanın oxşar cəhəti bilirik ki, birin şimal tropiki, birində cənub tropik xəttini kəsir. Yəni, hər iki halda 2 işıqlanma qurşağında yerləşir, tropik və mülayim. Bu fikir doğrudur. Bunu götürməyəcək. 4-ə baxaq. İqlimi tropik səhra, təbii zonası savanna və seyrək meşə olan adanın aid olduğu ölkə ilə oxşar cəhəti. Yəni, burada adanın xüsusiyyətləri verilib. Yəni, tropik səhradır iqlimi, təbii zonası savanna seyrək meşədir. Bu adanı tapmalıyıq. Bu ada Galapagos adasıdır və Galapagos adasının da aid olduğu ölkə Ekvadordur. Biz Ekvadorla Avstraliyanın burada qeyd olunur ki, oxşar cəhəti il boyu günəş şüalarının zenitdə olmadığı ərazilərin mövcud olmasıdır. Bu yanlışdır. Doğru cavab 2-4C variantıdır. Niyə görə yanlışdır? Çünki Avstraliyanı bilirik ki, bayaq da qeyd etdim ki, 2 işıqlanma qurşağında yerləşir. Tropik və mülayim. Bilirik ki, mülayim işıqlanma qurşağında günəş zenitdə olmur, amma tropik işıqlanma qurşağında zenitdə olur. Ekvadorda daha doğrusu 3 yarımkürədə yerləşir. Yəni, bunun yarımkürəyə aidiyyəti yoxdur. Sadəcə ona nəzər etmək istəyirəm ki, tropik işıqlanma qurşağının daxilində yerləşir yalnız. Yəni, Ekvador yalnız tropik işıqlanma qurşağında yerləşir və il boyu da burada günəş zenitdə olacaq. Ərazi bütün məntəqələrində günəş zenitdə ola bilər. Amma Avstraliyada olacaqmı? Xeyr. Çünki Avstraliyanın mülayim işıqlanma qurşağına düşən əraziləri var. Burada da təbii ki, günəş zenitdə olmur. Bu, bunun üçün yanlışdır. Doğru cavab 2-4C variantıdır. İzlədiyiniz üçün təşəkkürlər.